edirlər. Dünya gündəmindən seçilən xəbərlərlə davam edəcək. Hazırda bir canlı bağlantımız olacaq. Belə ki, Bakıda Malayziya təhsil sərgisi keçirilir. Sərgi Malayziya Səfirliyi, Malayziya Xarici İşlər Nazirliyi, Malayziya Təhsil, Turizm və Elm Nazirliklərinin dəstəyi ilə təşkil olunub. Əməkdaşımız Faiq hazırda sərgidən iştirak edir və oradan canlı bağlantı ilə bizə qoşulacaq. Faiq, salam, hər vaxtın xeyir. Buyur, səni eşitək. Hər vaxtın xeyir Günel, bəli, qeyd etdiyin kimi Malayziyada təhsil sərgisi artıq bugün də davam etdi və artıq yekunlaşmaq üzrədir sərgi və sərgi yekunlaşmaq üzrə olsa da bura hələ də insan axını, tələbələrin axını var və onlar Malayziyadakı təhsil sərgisi ilə maraqlanırlar. Malayziyadakı təhsildən söz düşmüşkən bu təhsil bir sıra üstünlüklərinə görə fərqlənir. Məsələn, az bir büdcə ilə orada ali təhsil almaq mümkündür. Ümumiyyətlə, Malayziyada təhsillə bağlı başqa hansı imkanlar var? Canlı yayımda bizlə birlikdə layihənin tərəfdaşlarından biri Rövşən bəy bizim yanımızdadır. Ondan ətraflı məlumatları alacağıq. Hər vaxtınız xeyir olsun Rövşən bəy. İstəyirəm ki, Malayziyadakı təhsilin üstünlüklərindən danışaq bu canlı bağlantıda və eyni zamanda başqa tələbələrə hansı imkanlar təqdim olunur? Ümumiyyətlə məqsədimiz odur ki, Malayziyanı yeni bir istiqamət və yeni üfüqlər açan bir ölkə kimi göstərmək. Çünki o uzaq olduğu qədər coğrafi nöqteyi nəzərdən ondan daha çox bizə yaxın bir ölkədir. Çox ürəyimizə dost olan bir ölkədir və çox yaxın zamanlarda biz inanırıq ki, bu məlum olacaq. Özəlliklə də təhsil sahəsində. Burada bir çox imkanlar var. O cümlədən bilirsiniz, özəl və dövlət universitetlərin təqdim etdiyi və bir çox məsələlərdə Avropa, Amerikanın digər ölkələrindən daha əlverişli Azərbaycan üçün olan imkanlar. Məsələn, qəbulun olmaq sayı daha çoxdur. Nəinki digər ölkələrdə imtahanlar, beynəlxalq imtahanların tələb olunmaması, orada olan təhlükəsizlik məsələləri, çox təhlükəsiz, firavan, harmoniya içində yaşayan bir cəmiyyətdir ki, bizim evladlarımız üçün çox gözəl şeylər təklif edir və o şeylərdən də ən əsası əlbəttə ki, kalitəli, çox yüksək keyfiyyətli təhsildir ki, Malayziya bu mesajı dünyaya çatdırır və son bir neçə 10 illik ərzində artıq böyük bir sıçrayış baş verdi və səbəblərdən də biri texnoloji inkişafın olmasıdır. Yəni texnologiyaların inkişafında süni intellekt baxımından Malayziya çox böyük bir yüksəklərə nail oldu və müsəlman ölkəsi olaraq, yəni orada yaşam, siz düzgün qeyd etdiyiniz kimi imkanları hətta bizim ölkəmizdən bir neçə dəfə xərc baxımından uyğun olduğunu nəzərə alsaq, bu ən gözəl istiqamətlərə çevirir və çox böyük bir ümidlər verir. Mən sizə təşəkkür edirəm. Çox sağ olun ətraflı məlumata görə. Bəli, biz Malayziyada təhsil sərgisi haqqında tamaşaçılarımıza canlı bağlantıda məlumatlarımızı təqdim etdik. Bir daha qeyd edək ki, Malayziya az miqdarda vəsaitlə təhsil alına biləcək ölkələr siyahısındadır və eyni zamanda tələblər də o qədər yüksək deyil. Buna görə də tələbələrin seçim sırasında, seçim şansları sırasında Malayziyada təhsil də ola bilər. Məlumatlarımız bu qədər. Günəyə sözü xəbər mərkəzimizə ötürürəm. Təşəkkür edirəm Faiq ətraflı məlumatın üçün və bir daha nəzərinizə çatdırım ki, bizimlə canlı bağlantıda əməkdaşımız Faiq Gərimoğlu idi. Davam edirik.